Gör nə deyirəm, nə vaxtdandır xaricdən maşın gətiririk, bu işlə məşğuluq da. Bu Amerika ilə Koreyanın fərqi nədir? Amerika ilə Koreyanın çox fərqi var. Məsələn, nəyini istəyirsən mən müqayisə edeyim? Məsəl üçün, mən Koreyadan maşın gətirirəm. Yəni, mən müştəriyə konkret olaraq deyirəm ki, mənim əməkdaşım var Koreya bazarında. Avtomobili yerində yoxlayacaqlar, qarantiyasını da verəcəm. Motor, korobka, kuza, probek. Rəsmi də müqavilə ilə dolu bütün prosedurlar. Hazır otursuz vəziyyətdə maşındır. Gələcək bir qəpiksiz, problemsiz oturub rahat maşını sürəcək. Amerikada qiyməti ucuzdur da, gəlir ideal vəziyyətdə. Amma ideal gəlir də. Biz baxım seçim, pis maşın gətirmək olar, problem deyil o. Mənlə razılaşarsan ki, yəqin Koreyada da var da pis maşın, düzdür? Sözsüz ki. Amma biz onu seçirik, idealını gətiririk müştəri üçün. Onun Carfax-ına baxırıq. Keçmişdə başına nə iş gəlib, nə gəlməyib, şəxsdə sürülüb, neçə nəfər sürüb, nə bilim bu doluya düşüb, yağışa düşüb, daşqına düşüb, hamısına bir-bir baxırıq. Hazırki vəziyyətinə görə. Bir də yüngül zədə ilə gətirəndə, yəni normal sürülən maşın gedib yüngül dəyib, dayanıb da düzdür. Yəni o problemi oldu da başqa problem olmayacaq ki. Yəni əsas odur ki, yəni demək istəyirəm ki, opşum Amerikadan da gətirəndə, yəni baxmaq olur da, qarantiya verə bilsən ki, suda falan batmayıb. Onun garantisini verirəm. Probeqin orijinallığına kimi garantiya verirəm. Biz sən nəyə görə deyirəm? Çünki çox var da, çox müştərimiz var. İndi ətrafda da var da. Çox adam niyəsə elə bilir ki, bu Koreyadan gələn maşınlar heç ənanın yeridir. Heç ənanın. O nəyin səsidir elə? Səndən gəlir. Hə, elə bildim bizimkilərdən gəlir. Gör nə deyirəm də, indi sən deyirsən ki, qarantiyasını verirəm də, suda batmayın falan filan. Prosta bilirsən nəyə görə soruşuram. Nə vaxtdan, yəni indi müştərilər də var, bizdən də soruşan indi dost tanış da var ətrafda. Çox adam niyəsə elə bilir ki, elə bu Amerikadan gələn maşınlar problemli olur, ya nəsə problemi olur. O sən deyirsən, çox adam elə bilir. O elə bilməyənlərə onu dəqiq bilmək lazımdır. Biz onu dəqiqin deyirik müştəriyə, dəqiqdə gətirib çıxardırıq Azərbaycana. Amma yəni bizdə də deyil də. Məsəl üçün yəni mən dediyim kimi bayaq da Koreyadan baxıram, qəşəng ideal. İndi sən elə baxıb gətirirsən, düzdür? Mən sənə bir söz deyim. Yaxşı, sən Koreyadan gətir görüm 3 motor benzin Range Rover necə gətirərsən? Var? Yoxdur. Məncə Koreyada olan 4-4 motor düzdür. O 4-4 motorun rastlamaşqası nə qədərdir bilirsən? Ey Allah be, hesaplamaq lazım. Amma Amerikadan gələndə Range Rover ən azı 20-25 min manat qabağa salırsan. Hop, şimdi indi bir şeydə də razılaşaq. Yaxşı, bir dənə sözü kəsəm üzrəsə. 20 min qabağa düşürsən. Hə, bunun tutalım ki, gətirdiyin motoruna problem çıxma ehtimalı var. 20 min qabağa düşsən belə gətirərsən onu yoxsa yox? Götürərəm təbii ki. İndi yəni məntiqlə fikirləşəndə qabağa düşürsən, yəni nə qədər xərc ola bilər ki? Heç, olsun 5 min xərc. Hop, şimdi amma bir şeydə də razılaşaq ki, İndi deyirsən ki, görsən ehtimal var da, amma mən faktiki olaraq Koreyada o ehtimal yoxdur da. Yəni mən nağdı bilirəm ki, o problem çıxmayacaq. Bəs mən indi Range Rover istəyirəm, mən Range Rover gətir Koreyadan. Düzdür, indi müəyyən avtomobillər var ki, gətirmək olar, gətirmək olmaz. Yaxşı, X5 gətir. Sözsüz ki, indi o segmentin avtomobilləri Koreyadan gəlmir. Amma sözsüz ki, indi bir şey də mən də sənə deyim ki, yəni faktiki olaraq da belə bir nüans da var ki, yəni Koreyadan hazır otursuz vəziyyətdədir, idealın idealı. İndi gördüm ki, mən də onu demək istəyirəm ki, bir şeydə razılaşaq ki, İndi hər bazarın özünə görə xüsusiyyəti var. Mən ondan razıyam, təbii ki, elədir. Amma yəni Koreyadan da məncə seçim eləmək olar. İndi hər yerin öz seçimi var da. Məsələn, müştəri dizel istəyirsə, təbii ki, Koreyaya baxmalıdır. Amma mən dediyim kimi, premium klass istəyirsə, Range Rover'dir, X5'dir, X7'dir, Defender'dir, belə maşınlar istəyirsə, təbii ki, mənə müraciət eləməlidir. İndi sözsüz. Onda belə deyək də, Koreyadan ancaq biz gətirək premium, ailə avtomobilləri, qəşəng cavan maşınları deyək, az mühərrikli, sərfiyyatı az olsun. Ay sağ ol, bayda. Düzdür, indi bu maşınlardan Amerikadan da gətirmək olur da, yəni elələri var ki, gətirmək olur. Məsələn, Elantra Sport'un Amerikadan da gətirə bilərsən, Koreyadan. Qiymətdə münasib olacaq. Amma yəni məsələn deyirəm, mən Elantranı dedin, Elantradan misal çəkim, Dodge motor istəyən olsa gətirə bilərsən Koreyadan. Yox, mən gətirə bilməyəcəm, sözsüz. Ay sağ ol, mən gətirəm o. Sözsüz ki, indi iki mühərrikdə məsəl üçün ancaq Amerikada var, Koreyada yoxdur. Sözsüz də, yəni hər yerin, hər bazarın öz uyğunluğu var. Qiyməti münasib istəyirsənsə, dediyim kimi Elantranın 2 motorunu istəyirsənsə, məcbursan ki, Amerikadan gətir. Aysa Range Rover X5 istəyirsə, opşumda dizel istəyirsənsə get Koreyaya. Sözsüz. Ona görə də deyirəm də, mən elə fikirləşirəm ki, elə salamatı kim ailəlidir, premium avtomobil deməyək, ailə avtomobili, yüngül az mühərrikli avtomobil istəyirsə də Koreyadan baxsa yaxşıdır, hazır otursuz vəziyyətdə. Kim də ki, indi cavandır, yaxud da ki, premium klass avtomobil istəyirsə də Koreyadan yox, Amerikadan yox. Müqayisə elədik də, yəni qan seçim müştərilərin seçimidir. Görək də, inşallah ki, siz nə fikirləşsinizsə, aşağıda rəylərinizi də gözləyirik, bizə də deyərsiniz. Görək hansı bazar kim üçün daha uyğundur.